Bu, özlərinin təbiri ilə desək, Təbrizlilərin traktor komandasının azarkeşləridir. Təbrizin traktorsazi komandası. Başqa sözlə desək, Asiyanın Barselonası. 80 minlik Azərbaycanlı azarkeş çempionluğu qeyd etməyə hazırlaşsa da, futbol üzrə İran çempionatının son maçının son dəqiqələrində qəribə hadisələr baş verib. Son tur ərəfəsində turnir cədvəlinə başçılıq edən traktor sazı ilə ikinci yerdə olan Tehranın Neft klubunun oyunu 3-3 hesabı ilə başa çatıb. İSNA xəbər agentliyi və İran televiziyasının yaydığı məlumata görə oyunun son dəqiqələrində traktor sazi komandasına verilən yalan məlumat nəticəsində Təbriz komandası özünü çempion hesab edərək maççı sadəcə başa çatdırmağa çalışıb. Traktor saziyə verilən yalan məlumat eyni zamanda keçirilən Saypa və Sepahan komandaları arasında maçın nəticəsi ilə bağlı olub. Saypanı 2-0 hesabı ilə məğlub edən Sepahan İran çempionu olub. Halbuki federasiya rəsmiləri traktor sazinin məşqçilərinə Sepahan Saypa oyununun heçcə başa çatdığını bildirib. 67-ci dəqiqəyədək 3-1 hesabı ilə öndə olan traktor sazinin hücumçusu Andranik Teymuryanın meydandan qovulmasından sonra 2 gol vurulub və oyun 3-3 hesabı ilə bitib. Traktör 10 nəfəri Bazi həm be etmam mirəsə. İSNA'nın məlumatına görə maçın son dəqiqələrində Təbriz stadionunda bütün internet, TV, radio və hətta mobil telefon əlaqələri kəsilib. 90 TV saytının yazdığına görə aldanıldıqlarını öyrənən traktor sazi tərəfdarları qəzəblənib, azarkeşlər və polis arasında qarşıdurma baş verib. Azərbaycan bana olsun, İslamiyyə kör olsun. Yayılan məlumatlarda deyilir ki, qarşıdurmalar nəticəsində bir neçə nəfər yaralanıb. Təbriz stadionunda baş verən olayları Guardian, Huffington Post, Star və Əl-Ərəbiyyə kimi beynəlxalq media təmsilçiləri işıqlandırıb. Güneyli sosial şəbəkə istifadəçiləri həmin olaylara etiraz olaraq yalan və ayrı seçkiliyə qırmızı kart kampaniyası başladıb. Belə ki, kampaniyaya qatılan Güneylilər sosial şəbəkələrdə qırmızı kart şəkilləri paylaşaraq traktor sazi komandasına verilən yalan məlumat məsələsinə diqqət çəkməklə yanaşı, hakimiyyətin Azərbaycana verdiyi yalan vədlər, ədalətsizlik, assimilyasiya və türk düşmənçiliyinə qırmızı kart verdiklərini yazırlar. Vaşinqtondan Emil Quliyev, Amerikanın səsi. Traktörsazi به گل دوم بازی میرسه. منظره جدیدی از هیجان اشتیاق ایجاد میشه.